Get, dayanma, sür. Lənətə gələsən. Maşının şüşəsini sındırdılar. Şüşələri sındırıblar. Hey, nə çəkirsən orada? Nə qədər verəcəksən? Yo, biz bazarda deyilik də. Nə deyirlər Murad? Əlsən 500 ver. Ha, bu özünə böyük sayır da. Oo, siz neçə nəfərsiz ki? Bacı, bir dəqiqə gözlə, söz deyirəm. Mən sənə pul verməyəcəm. Aha. Oteldə siçanlar gəzişir. Sizi çox sevdim. Çox şirinsiz, çox. Bu nə istəyir bizdən? Kenyada başımıza belə işlər gəlir. Dünyanın ikinci ən böyük gecəqondusu olan Kiberiyada çəkilişlərimiz davam edirdi. Gedəcəyimiz yerin adı isə qarşıda heç də xoş olmayan ab-havadan xəbər verirdi. İndi gedirik Zibil dəmir yol stansiyasına. Zibil stansiyasına. Zibil stansiyasına çatar-çatmaz divardakı bu yazı diqqətimi çəkdi. Imagine tomorrow, yəni sabahı təsəvvür et. Amma ətrafa göz gəzdirdikcə, insanların məzlum simalarına nəzər saldıqca, burada nəinki sabahı, heç bir dəqiqə öncəni təsəvvür edə bilmirsən. Tanış olduğumuz bir neçə gənclə elə bu haqda danışmaq istədik. Amma aralarında özündə sözündə olmayan bir nəfər var idi, hansı ki söhbətimizə dəvətsiz qoşulmuşdu və bizə danışmağa imkan vermirdi. Ta ki bələdçimizin onun başına vurduğu qapaza qədər. Macal vermir çəkiliş eləməyə. Biz bilmək istəyir. Qulaq mənə, qulaq as. Oldu. Biz hal-hazırda yığışmışıq bu gənclərlə ki, bilək onlar gələcəklərini necə görürlər. Ümumi mənzərə əslində hər şey deyir. Sadəcə onların fikirləri biz üçün önəmlidir ki, gələcəyə necə baxırlar. Assalamu aleykum. Burada hər şey gördüyünüz kimidir. Gənclərin əsas məşğuliyyəti zibillikdən şüşə və plastiklər toplamaqdan ibarətdir. Onları qəbul məntəqələrinə təhvil verib pul qazanırıq. Bəzilərimiz kirayəyə motosiklet götürüb taksi fəaliyyəti ilə məşğul oluruq. Bu bizim üçün həm də əyləncədir. Arada PEG televiziyaları olan obyektlərdə futbollara baxırıq. Hər evdə PEG televiziyası göstərmir. Belə kanalların aylıq abunəsi $50-dır. Ən çox da İngiltərə liqasını izləyirik. Hər futbol maçını izləməyə görə 20 şillinq ödəyirik. Deyə bilərsən, bəs burada təhlükəsizlik, kriminal nə yerdədir? Düzdür, burada kriminal dəstələr çoxdur. Amma yaxşı tərəf odur ki, heç kəs öldürmür. Sadəcə oğurlayıb qarət edirlər. Ümumilikdə isə insanlar bir-biri ilə mehribandır. Sonda hər kəsin eyni problemi, eyni qayğıları var və bir-birimizi yaxşı başa düşürük. Kiberalı uşaqlarla dərdləşəndən sonra selfie çəkdirib, onlara bir qədər maddi dəstək olduq. Elə problem də buradan başladı. Müsahibənin əvvəlindəki başı qapazlı oğlan xalq dili ilə desək bizi yükləmək istəyirdi. 2007-ci ildən Afrikanın küçələrinə ayaq döydüyümdən və belələri ilə çox qarşılaşdığımdan təbii ki, onun bu cəhdləri mənə gülünc gəlirdi və anında rədd cavabımı aldı. Aciz vəziyyətdə qalan bu məxluqun gücü ancaq hərəkətdə olan avtomobilimizin qapısına yumruqla zərbə vurub qaçmağa çatdı. Maşından düşəndə isə o artıq aradan çıxıb gözdən itmişdi. Açığı çəkməyə imkan olmadı. Sonuncu o xoşbəxt selfiedən sonra hal-hazırda ekranda gördüyünüz o pul istəyirdi. Biz ona pul verdik. Təbii ki, onlarda limit yoxdur. Nə qədər versən o qədər götürəcək. Biz maşını sürəndə xaincəsinə maşını vurdu və bu hissəsini əzdi. Bilməm, görünür yoxsa yox. Əzdi maşının bu hissəsini. Biz saxlayanda qaçdı, getdi. Ayıfki çəkə bilmədik. Və görürsünüz, Kenyada başımıza belə işlər gəlir. Hər an təhlükədir. Amma ağlıma da gəlməzdi ki, növbəti gün Nairobinin küçələrində çəkiliş aparanda bundan da necə deyərlər iri miqyaslı hücuma məruz qalacağıq. Get, dayanma, sür. Lənətə gələsən. Maşının şüşəsini sındırdılar. Şüşələri sındırıblar.
Daş bura deyib, bura deyib. Bura da daş deyib. Bura daş deyib, sonra şüşə deyib. Çalışacağıq ki, sabah məsələni həll edək, Williamla halallaşaq. Onsuz heç cür olmaz. Seks işçilərinin hücumu nəticəsində avtomobilimizə ciddi ziyan dəymişdi. Təbii ki, çəkilişlər zamanı avtomobilə ziyan dəyməyəcəyinə təminat da verməmişdik. Amma buna rəğmən biz Azərbaycanlılar yola çıxdığımız adamları dar gündə atıb qaçmadığımız üçün sürücüyə dəymiş ziyanı aradan qaldırdıq. Bu haqda növbəti buraxılışlarımızda. Ölkədəki təhlükəli duruma gəlincə isə, statistikaya görə Kenya Afrikanın ilk 10 kriminal ölkəsi arasında siyahıda 8-ci, dünyada isə 19-cu yerdədir. Kriminalın, qadın alverinin geniş vüsət aldığı bu əyalətdə məsələni daha da kökündən anlamaq üçün maşınımıza yaxınlaşan Annanı birtəhər müsahibə almağa razı sala bildik. Təbii ki, qiymətdə razılaşandan sonra. Hey, nə çəkirsən orada? Biz turistik, şəhəri, binaları, bütün gözəllikləri çəkirik. Bəlkə sənə başqa gözəllikləri göstərim, hə? Sən o gözəllikləri burada göstərmək istəyirsən? Hə, burada. Sadəcə bir dənə qəhvə alacaqsan. Elə burada? Hə, harda istəyirsən? Bu biraz ayıb olmaz? Hey, o söhbətləri boş ver. Hə? Hə, Yaxşı, sənin adın nədir? Anna. Biz video çəkirik. Həyatın haqqında bir neçə sual versək cavablandıra bilərsən? Nə qədər verəcəksən? Yo, biz bazarda deyilik də. Bizə qiymət maraqlıdır. Qiyməti eşitmək istəyirəm. Video çəkmək üçün? Öpüşmək, qucaqlaşmaq, nə bilim nə etmək, heç nə istəmirik. Ancaq çəkiliş. Deməli yalnız video. Bəli. $100 yaxşıdır? $100? 1000 şilling. 3000 yox ha. Danışdıq. Anna ilə söhbət eləmək üçün sakit bir küçəyə gəldik. Açıq danışmağa heç həvəsi yox idi. Fikri dırnaqarası işində qaldığından verdiyi cavabları elə sürdüyü həyat tərzi kimi sönük, yürüdüyü yol kimi qısa idi. Sən bizə deyə bilərsən, necə oldu ki, bu yolu seçdin? Səni bu işə nə vadar elədi? Ancaq pula görə. Pul axtarışındaydım. Bəs bu işə neçə yaşından başlamısan? 19. Ailən var? Yox, Övladın var? xeyr. Onsuz da suallara düzəməlli cavab verməyən müsahibim bir qədər sonra duruxmağa başladı. Sən demə bizim başımız çəkilişə qarışdığından arxa tərəfdən polislərin gəldiyini görməmişdik. Anna isə işini yaxşı bilirdi. Bitdi? Bir dəqiqə gözlə. Bələdçimizdən pulu alıb necə aradan çıxdısa, heç ruhumuz da incimədi. Anna getdi. O pul aldı, getdi. Bayaq qeyd elədiyim kimi Afrika ölkələrini və cəmaatını ovucumun içi kimi tanıdığımdan bundan sonra nə olacaqlarını əzbər bilirdim. Amma Murad həmişəki kimi narahat idi. Bələdçi Murada polislərin 1000 şilling istədiyini dedi. Nə deyirlər Murad? Hərəsinə 505. 505. O hərəsinə 500 çox. Təbii ki, buna açıq-aşkar rüşvət deyirlər. Onların bizə qarşı heç bir ittihamı olmadığını da bilirdim. Çünki heç bir qayda pozmadan çəkiliş apardığımızın fərqində idik. Baronda sənin 500'lük üstündə var. Ver mənə yox. Ha, bu özünə böyük sayır da, bu elə deyil. Də mən biləm də Murad. Məzgiləm yox. Ha, eləməyəcək, heç eləməyəcək. Onlara sadəcə 500 şilling verib, gedib kofe içərsiz deməklə söhbəti yekunlaşdırdım. Əslində qalsa polislərin gəlişi və rüşvət tələb eləmələri bütün suallara cavab idi. Bu ölkədəki özbaşınalığın, hərc-mərciliyin, açıq-aşkar insanların hüquqlarının tapdalanmasından xəbər verirdi. Heç şübhəsiz ki, bu səbəbdən də insanlar burada meşə qanunları ilə yaşayır. Burada necə deyərlər, hərə bir cür başının çarəsinə baxır. Elə yolda qarşılaşdığımız bu xanım kimi. Salam uşaqlar. Oo, siz neçə nəfərsiz ki? Bacı bir dəqiqə gözlə söz deyirəm. O həngamədə bələdçimiz Moraronun bədənini pula satan xanıma bacı deməsinə isə bilmədim gülüm, yoxsa ağlayım. Bu arada onu da deyim ki, kriminal və əxlaqsızlıq qoxan obyektlərdən biri də otellərdir. Sözsüz ki, bu obyektlərin də arxasında o cür polislər dayanıb. 2 gün əvvəl belə obyektlərin birində yarı gizli, yarı aşkar da olsa, çəkiliş aparmağa müvəffəq olmuşduq. Oteldən gözəl görüntülər. İşıqlı sabaha açılan mənzərə. Girdik indi qaranlıq gecəyə. Otelə daxil olanda elə bildim Hollywoodun kriminal filmlərinin çəkiliş aparıldığı pavilyona gəlmişəm.
Fərq təkcə onda idi ki, burada nə aktyor var idi, nə də aktrisa. Bütün rolları otelin daimi sakinləri oynayırdı. Obyektin sahibi ilə razılaşıb dərhal mətləbə keçdik. Dəyərli dostlar, gördüyünüz kimi gözəl bir otelə gəlmişik. Turistlərə təqdim olunur. Belə bir nömrə təqdim olunur. Amma səsdən heç nə danışmaq olmur təbii ki. Dəhlizdə səs-küy salan bu xanımın aqressiyası səbəbsiz değildi. Çünki biraz əvvəl özünün təbirincə desək, bizim kimi şirin müştərilərdən rədd cavabı almışdı. Qadın gəldi. Biz qadın çağırmamışdıq. Bildik. Çok şirinsiniz. Hə, çox sağ ol. Sizi çok sevdim. Çok şirinsiniz, çok. Bu nə istəyir bizdən? Olar bir dəqiqəlik siz çıxasız, biz çəkilişi bitirək, sonra gələsiz. Bunu qoğlayan olacaq ya yox. Əgər bura ayaq yolu demək mümkündürsə, bura ayaq yoludur. Bu xeyri yoxdur da, onu sən yedirsən. Xeyri yoxdur. Nömrələr belədir. Xeyr, mən sənə pul verməyəcəm. Hal-hazırda gördüyümüz bu otaq macal vermir. Çəkilişimizi eləyək. Sonra bu otağın qiyməti nə az nə çox 5 manatdır. Elə otaqlar var ki, orada hamam, tualet yoxdur. Amma belə bir ayaq yolu və hamam təklif olunur ümumi istifadə üçün. Orada adam var. Sor. Adam da var içəridə, elə bizim adam yoxdur ya. Murad, istəyərdinmi belə bir gözəl nömrədə qalasan? O dərəcədə hoşumda olmayım ki, mən bura gəlim. Yəni burada qalmaq üçün gərək ən azından manyak olasan. Yəni sevəsən əza vəziyyəti, çirkabı, sonra antisanitariyanı sevəsən. Nəzərə alsaq ki, buradakı kontingentin çoxu içkili vəziyyətdə olur. Elektrik vurmaq üçün əla şərait var. Hər mərtəbədə xüsusi mühafizə olunmaq üçün belə qapılar var, dəmir qapılar. Aha. Oteldə siçanlar gəzişir. Aha. Burada başqa məsələ. Əməli baş otaqdır, işığı da biraz çoxdur, balkonu zadı var. Okay. Əməli başda otaq buradır. Hə. Murad, bilməm niyə görə belə danışdı. Bu Buraya açıldı biraz. əməlli başlı otaq budursa, gör əməlli başlı olmayan otaq nədir? Deməli, nədir əməlli başlı otaq? Sabundur. Sabun. Xüsusi metrajla ölçülmüş səlfetlərdir. 412 min dəfə istifadə olunmuş dəsmaldır. Və burada xüsusi dizaynla hazırlanmış yataq otağıdır. Başqa əlüzyandır burada. İsti suyu da var. İsti suyu da var hətta. Və burada İşıqlar yoxdur. İşıq yoxdur, şübhələnmişdim ki, belə güclü şəraitdə nəsə bir çatışmazlıq olmalı idi. Bu sanuzeldir və yuxarıda da möhtəşəm duş almaq üçün qurğunu görürsünüz. Heç muzunqu müştəriləriniz olub? Gəlib qalırlar burada? Arada bir. Amma sizə deyim ki, burada hər cür şəraitimiz var. Təhlükəsizlik kameraları, mühafizəçilər, daha sonra kafemiz var. Otelimiz mağazalara yaxındır. Sizi heç kəs burada narahat eləyə bilməz. İndi mən sənə bir dənə söz deyim, o deyir ki, narahat edən yoxdur, biz burada 5 dəqiqədə çəkiliş edirik. Bizi narahat eləməyən adam qalmayıb. Yəni, hamı narahat elədi. Nəysə, biz bura qida təhlükəsizliyi agentliyindən və yaxud da anti-intisarçılıqdan gəlməmişik. Gəlmişik ki, sadəcə sizə göstərək ki, belə şəraitdə olan otellər də var. Amma bu o demək deyil ki, Kenyada bütün otellər bərbad vəziyyətdədir. Dünyanın 56 ölkəsini gəzmiş adam kimi deyə bilərəm ki, əksinə, Kenyada gördüyüm otelləri heç Avropa ölkələri yatsalar yuxularında görə bilməzlər. Həm də ədalətli olsun deyə bu gözəllikləri də göstərməliydik. Amma görünən odur ki, deyəsən siz tamaşaçılara bu ölkənin ancaq negativ və səfalət dolu həyatını nümayiş etdirməli olacam. Çünki burada da əməlli başlı maneələrlə qarşılaşırdıq. Hayallah eləsək də çəkilişə icazə vermirdilər ki, vermirdilər.
Təbii ki, getdiyim yerdən əliboş qayıtmağa vərdiş eləməmişəm. Buradakı bütün otellərdə biabırçılığın olmadığını göstərmək üçün məcbur qalıb gizli də olsa bir neçə görüntü əldə etmək qərarına gəldim. Murad çəkilişə icazə alana qədər vaxt itirmədən işə başladım. Murad hələ danışana qədər o çəkilişləri aparıb tutardı. Onu da deyim ki, bu məxfiliyin sirrini araşdırmaq üçün yerli insanlarla söhbətlər apardım. Məlum oldu ki, sən demə bu ölkədə bir çox iş adamları məmur olmağa can atır. Vəzifəyə keçməkdə də məqsəd öz biznesini çətir altına almaqdır. Deyilənlərə görə bu səbəbdən bütün adlı sanlı obyektlər keçmiş iş adamı olub hal-hazırda hakimiyyətdə yer alan məmurlara məxsusdur. Heç şübhəsiz ki, bu səbəbdən çəkiliş aparmağa icazə verilmirdi. Ona görə də bu bəhbəhli həyat tərzindən uzaqlaşıb, qayıdıram tükürpədici məqamlarla sizi təəccübləndirəcək zibillik stansiyasına. Bura zibil stansiyası adı ilə məşhurdur, Kiberiyada yerləşir. Zibil stansiyası niyə görə deyirlər? Çünki əvvəllər buradan dəmir yolu keçirdi. Bu dəmir yolu vasitəsilə zibillər daşınırdı. Amma burada ayaq yolu problemi olduğuna görə, kanalizasiya problemi olduğuna görə insanlar təbii ehtiyaclarını, necə deyim ki, düzgün çıxsın, plastik paketlər vasitəsilə ana təbiətə hədiyyə edirdilər, belə deyək. Onu da qeyd edim ki, paketlər vasitəsilə təbii ehtiyacın ödənilməsinə Kenyalılar uçan tualetlər deyirlər. Çünki buranın sakinləri hər səhər gözlərini açanda evlərinin damında və ya həyətlərində hardansa uçub gəlmiş bu cür paketləri görürdülər. Statistikaya görə Nairobidə indinin özündə də hər 3 adamdan ikisi uçan tualetləri tərcih edir. Gec də olsa, təbiət bu davranışıqları cavabsız qoymur, qisasını alır. Və 2009-cu ildə relislərin üstü o qədər zibillə dolmuşdu ki, aydın məsələdir ki, söhbət hansı zibillərdən gedir. Qatar qəzaya uğramışdı, 2 nəfər həyatını itirmişdi. Ondan sonra burada həmin bu xidmət dayandırıldı. Və bu xidməti zibil daşıyan maşınlar həyata keçirməyə başlayır. Ərazini ən çox çirklənməyə məruz qoyan plastik paketlərə gəldikdə isə, Kenya hökuməti 2017-ci ildə yüksək iradə göstərərək ölkədə bu paketlərin istifadəsini qadağan edən qanun qəbul edir. Belə bir qanunun qəbul edilməsi həqiqətən çətin addım sayılırdı. Çünki çoxluq bu qanuna etiraz edirdi. Plastik paketlər digər vasitələrdən qat-qat ucuz olduğu üçün uçan tualet tərəfdarlarını dırnaqarası başa düşmək heç də çətin deyil. Belə ki, plastik paketlərdən istifadəyə görə 4 il həbs və ya $40.000 cərimə nəzərdə tutulur. Bu qanun ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulan dünyadakı ən sərt qanunlardan biri hesab edilir. Onu da deyim ki, Kenya hökuməti az qala paytaxtın mərkəzində yerləşən və ölkənin üz qarası olan Kiberiyanı köçürmək üçün çox cəhdlər edir. Hətta 2009-cu ildə buna dair layihə təsdiqlənir. Amma bu iş əmələ gəlmir ki, gəlmir. 15 il ərzində cəmi 4% əhalini, evləri köçürdə bilib. Digər problemlər olduğu kimi qalır və statistikanın hesablamalarına görə bu gedişatla, bu templə buradakı evlər, buradakı insanlar nə az nə çox 1200 ildən sonra hansısa bir əraziyə köçə biləcəklər. Bu da ki, təbii ki, reallığa bənzəmir. Köçürülmə prosesinin ləng getməsində sakinlərin də payı var. Açığı sizinlə bölüşəcəyim məlumatı öyrənənə qədər bütün bu olanlarda Kenya hökumətini günahlandırırdım. Amma məşhur atalar sözündə deyildiyi kimi, 100 imam üçün ağlayanda gərək bir dəfədə Yezid üçün ağlayasan. Deməli, gördüyümüz bu hündür hasarların arxasında Kenya hökuməti sosial proqram çərçivəsində evlər tikmişdi. Bir müddət işlər qaydasında gedirdi. Çünki bu evləri burada yaşayan vətəndaşlara çox cüzi bir məbləğlə ipoteka şəklində təqdim eləmişdilər. 1000 şillinqə. 1000 şillinq indi yazacağıq orada neçə manat eləyir. Yəni, hər şey qaydasında gedirdi. Amma bir müddətdən sonra Kenya hökuməti ayıldı ki, sən demə, ipotekaya verilmiş bu evlər yenidən kiməsə kirayə verilir. Yəni, bu sosial evlərin üzərindən özlərinə qeyri-legal biznes qurublar, qeyri-qanuni biznes qurublar.
Ona görə də Kenya hökuməti bu prosesi dayandırdı. Necə deyərlər, bir nəfərin oduna digərləri də yandı. Kiberiyanın bax belə acınacaqlı, hətta deyərdim ki, faciəvi tarixçəsi var. Gəl bura mənim qardaşım. Gəl bura. Necəsən? Yaxşıyam. Adın nədir? Abdülhüseyn. Abdülhüseyn. Assalamu aleykum. Bunun hansı bayraq olduğunu bilirsən? Türkiyə. Türkiyə. Hə, Türkiyə, Türkiyə. Bəli, Türkiyə. Türkiyə və Azərbaycan. Azərbaycan. Başqa ölkələrdir. Aha, başqa ölkələr? Amma eyni millətdir. Hə, bildim. Eyni millətdir. Dəyərli dostlar, Abdülhüseyni gördük. Abdülhüseynin əynində Türkiyə bayrağı diqqətimizi cəlb elədi və biz ondan soruşalım da ki, sən bu geyimi hardan almısan? O dedi ki, almamışam. Bunu mənə bura gələn türk qonaqlardan hədiyyə ediblər. Həyat çox gözəldir. Onu yaşamaq lazımdır. Düzdür, biz burada zibil toplayıb satırıq və gəlirimiz azdır. Amma həyatda bizə əta olunan hər şeyə görə Yaradana minnətdarıq. Təsəvvür edin ki, adam zibilliyin içərisində deyir ki, həyat gözəldir, hər şey qaydasındadır və biz buradan nələrsə yığırıq, satırıq və ondan para qazanırıq, pul qazanırıq. Yəni görürsünüz, həyatda necə şükranlı, gözü tox insanlar var. Mənim qardaşım, bu sənin üçündür. Təşəkkür edirəm, çox sağ ol. Sağ ol. Yaxşı ki gəldiniz. Salam Azərbaycan. Vay. O nədən olub ki elə? Sənin ayağına nə olub? Nəsə demək istəyirdi, deyə bilmədi. Biz ondan soruşduq ki, ayağın niyə belə olub, o kövrəldi. Amma ondan əvvəl görürsünüz, nə cür ağrı-acıları var. Amma adam dedi ki, şükürlər olsun, hər şey qaydasındadır. Düşünürəm ki, bu videolar hər bir kəsə, başda mənə, burada hər bir izləyiciyə örnək olmalıdır. Həqiqətən çox təsirli bir səhnədir. Murad ilə həvəslə, çəkişlə, elə bil ki, Fransada Louvre muzeyinə gəlmirsən. Vəziyyət necədir? Bütün nəfəs borularım Tutulub. Mən deyim ki, dəyərli dostlar, həqiqətən nəfəs almaq çox çətindir. Yəni, xalq dili ilə desək, ekran qarşısında çox da artistlik eləmək istəmirik. Ki, getdi, ay burnumuz tutuldu, nəmin o. Həqiqətən çox çətindir. Mən istəyirəm maskamı təzədən üzümə taxım. Murad tez sağollaşıb maskanı üzünə taxmaq istəyir. Ağır və stresli çəkiliş günü bitmək üzrə idi. Kiberanın küçələri ilə addımlayaraq evə qayıtmağa hazırlaşırdıq ki, bir də gördük qarşımıza oynaya-oynaya rep deyən bir oğlan çıxdı. Onun adı Bernard idi. Gəlişi tam da yerinə düşmüşdü. Çünki stresimizi atmağa onsuz da bəhanə axtarırdıq. Rəqs eləməyi, rep deməyi hardan öyrənmisən? Mən rəqs eləməyi anamdan, atamdan, sonra televizordan öyrənmişəm. Rep deməyimə gəlincə, düşünürəm ki, bu məndə bədahətən alınır. Ümumiyyətlə səni Kiberada reper kimi və ya rəqqas kimi tanıyırlar? Bax o, hər kəs məni tanıyır Kiberada. Hey yo, you know lost up in the street, welcome again. Number 9, 888. Kiberiya əyalətində yaşayış nə dərəcədə acınacaqlı olmasına baxmayaraq, insanlar çalışırlar ki, həyatlarından o sevinci əski eləməsinlər. Zərrə qədər də olsa xoşbəxtlik tapıb həyatlarına rəng qata bilirlər. Xoş arzularla Kiberiyadan ayrılırıq. Sağ ol Azərbaycan, big up. Thank you, God bless you so much. Biraz Bernard'ın sağ olu uzun çəkdi, amma buna baxmayaraq ona dərin təşəkkürümüzü bildiririk. Yəni Bernard'ın sözündən belə çıxdı ki, sevə-sevə videolarımızı izləyin və bəyənin. Sağ olun, sağlıqla qalın. Sağ olun dostlar. Sağ ol Azərbaycan. Yes, sağ ol Azərbaycan. Sağ ol. Yes Bernard, yes.
kameranı göstər, nə çəkmisən? Necə? Başa düşmədim. Deyirəm, nə çəkmisən, çəkdiklərini göstər.